129-cu sual. Klaviaturaya daxil edilən 16-lıq say sistemində olan ifadədən söhbət gedir. Həmin 16-lıq say sistemində olan ədədi biz onluq say sistemində göstərməliyik. Burada müxtəlif nümunələr var. Gəlin belə bir iş görməyə çalışaq. İlk öncə bunu anlamağa çalışaq. Elə burada götürülüb AA. Biz ilk öncə xatırlamağa çalışaq ki, 16-lıq say sistemində olan bir ifadəni biz onluq say sisteminə necə çevirə bilirik? Bu sualın üzərində bir qədər duracağam, fərqli variantlarda yazmağa çalışacağam. Deməli, ilk öncə belə yazırdıq. 0, 1 deyirdik. Həmin bu ifadəni A-nı vururdıq 16 üssü 1-ə, üstə gələk A vuraq 16 üssü 0. Və A-nı da vura bilmədiyimizə görə yerinə təbii ki, qarşılıq olaraq 10 yazırdıq. Bu da nə verirdi? Bizə verəcək 160, bu da 16 üssü 0, 1, 10, yəni 170 verməsi lazımdır. Deməli, birinci variantımız budur ki, biz nə edəcəyik? Həmin bu ifadədən maksimum qüvvəti tapmalıyıq. Görürük ki, burada daxil etdiyimiz ifadənin simvolların sayını tapacağıq. Buna deyəcəm qüvvət bərabərdir len. Həmin bu daxil etdiyimiz ifadə n-dirsə n. Axı n olsa 2 olacaq. Gördüyünüz kimi qüvvət üstdən bir vahid azdır da, yəni burada 2 deyil, 1-dir. Deməli, len çıxaq 1. 3 dənə simvol olsa, 3, 7, A, F olsa, 0, 1, 2, 3. Gördüyümüz kimi 4 dənə simvol var, amma axırıncının, daha doğrusu ən yüksək qüvvət 3-dür. Ona görə simvol sayından biri çıxıram. Və proses əsasında da hər dəfə qüvvəti bir vahid çıxa-çıxa deyək ki, bu şəkildə yazmağa çalışacağıq. Gəlin, ilk yazacağımız üsul budur. 129-cu sual idi. Deməli, n bərabərdir input. Input yazırıq ona görə ki, 16 sayısının başqa simvolları da var, int yazmırıq. Və sözsüz ki, s bərabərdir 0-da yazırıq burada. Yəni. Və bizə lazımdır ki, bunun içərisində gəzək, amma gəzmədən öncə dediyimiz kimi, gəlin hələ ki, ilk qüvvəti, yəni soldan ilk qüvvəti tapalım. Len n çıxaq 1. Bunu burada yazır. Yəqin ki, bayaqki izahda başa düşmüşük. Və artıq for i in n-in içərisinə girə bilərəm. For i in n-in içərisinə girdim və s bərabər s üstə gələk. i-ni vuracam 16-ya. Çünki 16 sayısından keçirəm. Amma bizim i-miz də burada str tipində olduğuna görə int-ə çevirəcəm. Int-ə çevirdim. i vuraq 16. Bunun da üstündə həmin o Q-ni yazıram. Və sözsüz ki, Q ilə bərabər Q çıxaq 1 ki, gələn dəfədə burada gördüyünüz kimi bu azalır. Və bu azaldığına görə də bunu, məsələn, deyək ki, 23 yazsaq, biz nə edəcəyik? Normalda belə deyəcək də, yəni 16-lıq say sistemində 0, 1 məsələsi. 2 vuraq 16 üssü 1, üstə gələk 3 vuraq 16 üssü 0. Bu eləyəcək 32, bu eləyəcək 3. Yəni bizə 35 verməsi lazımdır. Baxaq görək. Və sözsüz ki, print s-i də burada yazırıq. 23 yazıram və 35-i verdim. Amma mən gəlirəm 23 yerinə axı bəs deyək ki, AA yazsam nə olacaq? Belə bir xəta verəcək. Çünki A-nın dəyəri 10-da axı. A da deyir ki, vursun 16-ya. Onu vura bilmədiyinə görə və int həmin o A-nı da int-ə çevirə bilmədiyinə görə belə bir xəta vermiş ola bilir. Odur ki, deməli biz if nəzərə almağımız lazımdır. Deyəcəyik ki, necə deyəcəyik? If i bərabərdirsə A-ya. Əgər A-ya bərabərdirsə, o zaman s bərabərdir. S üstə gələk. Artıq int i yox, A-nın yerinə 10 vuraq. 16 üssü Q yazırım. Yox, belə deyilsə, əks halda əgər i bərabərdirsə, nəyə? B-yə. Bunu yazacağıq ki, yenə də s bərabərdir. S üstə gələk 11. B-nin də qarşı 11-dir. Vuraq 16 üssü Q. İndi bunu A, B, C, D, Y, F üçün hər bir üçün yazmamız lazımdır deyə bunu da kopyalayıb burada yazaq. Bilmirəm, neçə oldu? A, B, C-ni burada yazıram. C-dirsə o zaman burada gələk bu şəkildə yazaq. C-dirsə gəldik 12. Sonra D-dirsə gəldik 13. Y-dirsə gəldik 14 və F-dirsə gəldik 15 yazmış olduq. Hə, deməli A-da 10-dur, B-də 11, C-də 12, D-də 13, Y-də 14, F-də 15. Artıq burada yaza bilərik. Əks halda deməli nədir?
A, B, C, D-dən F-dən fərqli olaraq 0, 1, 2, 3 və s. və 9-a qədər. O zaman int-ə çevirsin və 16-ya vursun. Və baxırıq ki, burada elə bir ifadəni alırıqmı? A 170 almışdıq. A-nı daxil edib 170 aldıq. Hətta burada istəyərsinizsə ki, belə bir şey də yazasınız. Burada or deyə bilərsiniz. Or i bərabərdir kiçik a. Hər birində eyni zamanda i kiçik bərabərdir kiçik b və s. və axır. Bunların hər birini belə yoxlaya bilərsiniz tək-tək ki, yəni kiçik a yazanda da bu işləsin. İndi sadəcə a-nı yazmışıq və a-nı yoxlaya bilərik. A yenə də 170-i verir. Amma məsələn BB yazsaq bu işləməyəcək. Və yaxud da ki, elə bunu yazmaqdansa, hətta belə də yaza bilərsiniz. Gəlin burada elə n bərabərdir n nöqtə apır. Bunu nə edir? Yəni simvolları böyüdür yəni. Balaca alsa böyüyü eləyəcək. Onsa rəqəmlər isə olduğu kimi qalır, problem yoxdur. Gəlin belə bir şey daxil edirəm. A daxil edirəm, 170 çıxartdı. Hətta birin böyük, birin kiçik yazsam da F və F 255 çıxartmış oldu. Bu bir variant. Yəni yazmaq istədiyiniz, deyək ki, bir variant bu şəkildə yazmış olduq. İkinci bir variant mən indekslərə görə qərar vermək istəyirəm. Ondan da ötürü deməli bunu gəlin bu şəkildə yazaq. Deməli belə bir şey yazırıq. Yenə də n bərabərdir input. Bizim 16 sayəsində olan ifadəmizi daxil etmiş oluruq bura. Bundan sonra mənə lazımdır ki, bir dənə hex yazıram. 16 sayəsinin simvollarını buraya yazıram. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 7, 8, 9. İnşallah hamısını yazdı. A, B, C, D, E, F. Bunları yazdıq. Bu bir yerdə dursun. Və bundan sonra yenə də qüvvəti tapaq. Q bərabərdir len n çıxaq 1. Bunu da yazdıq burada. Və for i in n. N içərisinə girdim. Və n içərisinə girəndən sonra s bərabərdir s plus. Baxın, görün necə edəcəm. Mən deyəcəm ki, həmin bu 16-lıq say sistemində olan, bax bu i var da, yəni bu i-ni götürdük n-dən. Və deyirəm ki, 16 say sisteminin içərisində olan həmin o i nə olacaq? Onsuz da burada daxil etdiyimiz ifadə belə bir şey yazaq. F 8. Bu simvollar olacaq da, hansı ki 16 say sistemində olan simvollar daxil edilməliyik. Əgər o simvollardan biridirsə, o zaman həmin burada daxil etdiyimiz simvolun hex sətrindəki indeksini tapsın. İndeks də nə deməkdir? Məsələn, burada biz B daxil olunubsa, B-nin indeksinə fikir verin. 0, 1, 2, 3, 4, 5, 6, 7, 9, 10, 11 edir də yenə də. F-dirsə 15 edir. Yenə 2-dirsə onsuz da 2 edir. Yəni, bu şəkildə yaza bilər. S bərabər S plus həmin o 16 say simvolları, rəqəmləri, simvolları daha doğrusu daxil etdiyimiz sətrə girdik. Onun indeksini tapırıq. Yəni, i-nin indeksini tapırıq. Və sözsüz ki, bunu tapdığımız indeksi vururuq 16-ya. Üstünə də yenə də Q-nü gəlirik. Üstündə daha doğrusu Q-nü yazırıq. Və Q bərabərdir. Q çıxaq. Biri də unutmuruq. Və salam. Print is. Bunu yazdıq. Yenə də oradakı nümunələrdən birini yazsaq. İstəyirsiniz 23 yazaq. Bizdə nə xətamız oldu? S başlanğıc qiyməti verməmişik. S bərabərdir. 0-da burada qeyd edəcək. 23 yazırıq. 23 35-i verdi. Gəlirik. AA yazırıq. 170-i verdi. Yenə də böyük kiçik söhbətini nəzərə almaq istəyirsə, elə burada onu da yoxlaya bilərik. Yəni kiçik də yazmışıqsa, böyük də yazmışıqsa, n bərabər n nöqtə apır yazırsınızsa, məsələ burada həll olmuş olacaq. Yəni. Bir də həddən artıq çox sadə üsul olacaq, amma bu üsulu əslində unuda bilərsiniz deyə o qədər də tövsiyə eləmirəm. Çünki bu artıq qarışdırsaz səhv getmiş olacaq da. Yəni. Hazır belə bir kod var. N bərabərdir input. Bizim n ədədimizi daxil edirik. Yəni 16 sayısının ədədini yazdıq. Print yazırıq. Həmin ifadəni int yazdıq. N mötərizə də yazırıq 16. Bu qədər sadə. Və yoxlayırıq. Yenə də gəlirəm. Burada AA yazdım. 170-i bizə vermiş oldu. Eyni ilə bu məntiq təkcə 16-lıq üçün yox. Bu 8-lik üçün də işləyir. Bura sadəcə 8 yazacaqsınız. Eyni ilə bu məntiq 2-lik üçün də işləyir. Eyni ilə bu məntiq 5-lik üçün də işləyir. Ctrl V deyəcəksiniz və gələcəksiniz 5.
Yəni bu şəkildə yazdığımız anda daxil etdiyimiz ifadəni biz beşli say sistemində onluğa keçirdə bilirik yəni. Və yoxlasaz istəyirsiniz. Beşli say sistemində bir 223 daxil edək, 13 verdi. Baxaq görək həqiqətən elədirmi? 23 daxil elədik. 23 bu beşlikdədir. Bu onluğa keçirmək üçün 0,1 məntiqindən istifadə edirik. 2 vuraq 5, 3 ilə 3. Neçə elədik? 13. Cavabı neçə aldıq? 13. Yəni bu şəkildə də yaza bilərsiniz. Bu qədər yetərlidir düşünürəm. Biz isə növbəti suala keçəcəyik. Baxaq görək neçənci sual nədir?